Değerli Avtotap kanalı izləyiciləri, hər birinizi salamlayırıq. Yeni videomuz xoş gəlmisiniz. Dostlar, bugünkü videoda sizə inomarka avtomobilləri təqdim etmək istəyirəm. Birinci avtomobilimiz isə Chevrolet Cruze'dur. 266 mildir. Bu avtomobilin salonudur. Vəziyyətinə də baxa bilərsiniz. Çexolla üzlənib, artıq altında zavod parçadır. Belə bir Android monitoru var avtomobilin. Başqası nə deyim? İli 2013 Win 2014'dür. Altında da 4 dənə təzə təşələr var. Yəni qabaq bu feylə kosmetikə ehtiyac var. Dəyişin detalı yüngül krilo da, hə? Krillə gəlir. Orada toxunuş oldu. Qabaq bu feylə kosmetikə ehtiyacı var, başqa şey yox. Qabaq bu feldə kosmetik ehtiyacı var. Hamısı ehtiyacı var. Neçə motordur? 1.4. 11.300 isə sahibi qiymətindir. Endirim olacaq. Endirim də olacaq, son deyil. Mən də çox əla qiymətli. Arxa görüntü kamerasına qədər var. Əlaqə nömrənizi deyərsiniz? 050 050 349 349 0226. 0226. Maşında motor, korobka, Heç bir problem yox. korobkasını gecikmə vurmaq Yox, yox. yox, yox. Yağ azıtma yoxdur mu? Tamam. Olsa qiymətindən çıxaracaq. Nə problem çıxsa, sahibi qiymətdən çıxacaq. Sumqayıtda baxa bilərlər. Maşın da Sumqayıtda qalır dostlar. Sumqayıtda gəlib maşına baxa bilərsiniz. Servisin qalanda. Dostlar, burada belə bir maşın tapdım. Ümid edirəm sizə də maraqlı olacaq. Siyahdır. 2014-cü ildir. 1.4 mexanikadır. Salonu bu cür vəziyyətdədir. Çexolla üzlənib. Yürüyüş neçədir? 2012. Yürüyüş. Yürüş 200 neçə mindir. 200 neçə mindir? Aha, 235 min yürüyüşdür. Mexanikadır. 2012-ci il. 1.4 mexanik. Öyle ne sevdiysen fazla olsun. 11 yarım. 11'de 12. 2012 bir dön. Öz adımız almış. Volkswagen. Təkələri təzədir. Ortadır. İlkin ödəniş 3500 versələr bölüb ayları verə bilər. İlkin ödəniş 3500. Aha. Neçə ay? Neçə ay? 24 ay 600 min. 24 ay 600 manatdan. Belə nəqd qiyməti neçədir? 11 yarım. Nəqd qiyməti də 11 yarımdır. Sıfır 50 349 0226. Bu da Sumqayıtda qalıb. Bunu da Hyundai servisin qabağında baxa bilərsiniz. Dostlar, sizə növbəti bir avtomobili göstərim. Toyota RAV4 2000 il? 2009. 2009-cu ildir, 2.4 motor, avtomat. Salonu bu cür vəziyyətdədir. Avtomat sürətlər qutusudur, Android monitoruna qədər hər şey var. Yürüyüşü isə 220. Vuruğu udarı yoxdur. Raskasında vuruğu da yox. Aha. Apon tarafda kuza yaxşı. Altında da təkərləri srednidir. Bu isə avtomobilin arxa hissəsidir. Arxa görüntü kamerasına qədər bagajın açıq baxaq. Geniş də bagajı var. Dəyişini ta olmayıb da. Yox, yox. Dəyişini Vuruğu ta da olmayıb. yox.
Məlumatlar verir ətraflı. Nə məlumatı var verir tanış. Sen soruşma değil. Motorunda yağ qiyməyi azaltma yoxdur ki. Heç bir problemi yoxdur. Nə xərci varsa qiymətdən Amortizasiya çıxılacaq. sistemi Hər falan. şey xadavoycat hamısı normaldır. Qiymət 17,5. 17,5 qiymətdə deyil. Endirimdə olacaq. İndirimdə olacaq. Sərfiyyatınız nədir? Sərfiyyat. Trasda bunlar işlədi 8-9 litr yanacaq işlədi. Şəhərisi də 12-13 litr. Şəhərçi də 12-13 litr. Qiyməti də 17,5 da. Bəli. 17,5 qiymətidir. Fikrinizi də kommentdə bildirə bilərsiniz. Dəyərmi o qiymətə, yoxsa yox? Dördü də çəkir də. Dördü də çəkir. Ancaq qabaq eləmə olur. Yoxsa Sürətdən sonra da, müəyyən sürətdən sonra sürət hasılı. bir də əlaqə nömrəsini görürsünüz. 050 349 0226. 0226. Dediniz ki, dəyişiklik olmayıb, bez detaldır. Bez kaskada yoxsa kaskada? Kaska olan yerlər. Kaska olan yerlərdə var. Lüku yoxdur avtomobilin. Bunlar heç lük gəlir ki. Olan da olur, Olan da olur, olmayan da olur. Dəyərli izləyicilər, sizə növbəti bir Kia Sorento göstərim. 2015-ci ildir, 1.8 motordur, avtomat sürətlər qutusudur. Salonu bu vəziyyətdədir, parça salondur, lüku yoxdur. Görüşü neçədir? Görüş. 118 minlə yürüyüşdür. Maşallah, maşın heç demək olar ki, sürülmür. Çəkilməyib ki, yürüyüşü? Çəkilməyib. Hardan gəldi? Zərənin gəlib? Yox. Zərəsiz gəldi. Dəyişiklik olmayıb da, bezit qaldı. Altında 4 dənə təzə təkərləri var. O geceler ondan sonra 15-20 dakika bir saatten vatandaşta geliyorsun. Öyle ne var ya bu acımasın. Acı salona bakalım. Rafa da geri yapan salonda 12 milyon maddi var. Dən zəhmət olsun deyərdərik. 215, 1.8 motorlu karkasında problem olar. Gecikmə, vurma, keçmə. Başqa nə edə bilərsin maşında? Motorlu yağ qiyməyi. Bir ayda maşın geldi. Bir ayda maşın var. Bez detaldır, bez kaskada yoxsa kaskada deyil. Kaskası var. Kaskası var. Əlaqə nömrəsi zəhmət olsun deyərik. 077 077 391 391 80 8081. Maşın qiyməti 18.500 avtomobilin qiyməti deyilir. Sonra aşağı olacaq da. Aşağı yerdə olacaq. Sərfətləri necə? Sərfiyyat. Sürən bilirdən işlədi. 9-10 saat belə işlədi. 9-10. Yeni videomuz xoş gəlmisiniz. Dostlar, bugünkü videoda sizə çalışacağam ki, hibrid Toyota avtomobilləri və digər avtomobilləri təqdim edeyim. Birinci avtomobilimiz isə belədir, Toyota'dır. Parça salondur, çox sərgər vəziyyətdədir. 1.5-dir, 2015-ci ildir, avtomat sürətlər qutusudur. Toyota Prius'dur, S modeli. Avtomobilə ətrafına baxaq. Altında 4 dənə təzə təkərləri var. Dediyim kimi 2015-ci ildir. 1.5 plug-in hibrid. Bu haqqında da məlumat verək. Nə var da? 15'dir. 1.5. Ya maşın bir dənə sağ tərəf kıllana gəlir. Sağ kilometr. Hə, sağ kıllana. O da üstə açma kılla qoymuşum. Qalan hər şey öz üçün.
Başqa yəni vurğuları, Heç dəyişmə bir şey şey. yox. Bu da Dəyişmə Ha, təxmin. bir dənə saf tərəf qırılar var. O da üstünə orijinal qırılar olur. Qiymət neçə deyilir? 15 min. 15 minə aşağı olacaq. Olacaq. Aşağıda olacaq. Əlaqə nömrəniz Yəni ki, 77 391 81. 8081. Avtomobilin görünüşü də əladır. Sərfiyyatı da azdır, plug-in hibriddir. 4-5 litrdə benzin işlədir. Kim ki hibrid avtomobil istəyir, bu sizin üçün əla seçimdir. Sən ev sahibi ilə də əlaqə saxlaya bilərsiniz. Harada qalır? Sumqayıtda qalmaz. Dostlar, sizə növbəti bir Chevrolet Cruze göstərim. İli 2014-dür, 1.4 motordur, avtomat sürətlər qutusudur. Salonu bu vəziyyətdədir. Parça salondur, sərgiyə vəziyyətdədir. Məlumata verək zəhmət olmasa ətraflı. Maşın nəyə var, hamısı danış. Maşın üçün yoxdur, 1.4 avtomat, Amerikanka 14-dür. Maşın dəyişin detalı vurğu da olur. Olmuyor. Əlaqə nömrəsi deyək zəhmət olmasa. 070 791 8081. 8081. Maşının motorunda, karabkasında Facebook yağ azaltma yoxdur ki motorunda. Yox, heç yağ buraxmağa idi. Gecikmə, vurma karabkasında yoxdur. Qiymətini də sonunda deyərik. Birinci ətraflı baxaq maşına. Təkərləri ortadır, normaldır. Kapı açılır da. Bir 4 mühərriki. $262.000-də yürüyüşdür. Salonuna da baxa bilərsiniz. Dəyişən detal olub da. Dəyişən detal yoxdur. Yoxdur, bez detal. Ha. Amerikada bir çıxıda vinlər çıxır, arxa kırılar. Arxa krıvaç. Bir də Vin də göstərim. İstəyən olsa baxsın. Pakistan sağcının üstündə. Patpres orijinaldır. Belə maşın qiyməti 11 yarım. 11 yarım qiyməti deyilir. Sondur yoxsa aşağı olacaq? Aşağı olacaq. Əlaqə nömrənizi dedik. Dostlar, belə bir asamatı sizə göstərim. Yəni ki, sizə də maraqlı olacaq bu avtomobil. Komment yazın, maraqlıdırsa, çoxlu çəkim bir avtomobillərdə, maraqlı deyilsə, taksiyə də düşür deyirlər. 2018-ci ili 2019 alışdır sahibi dediyinə görə. Belə bir Android monitoru var, mexanika sürətlər qutusudur, 271.000-də yürüyüşdür. 2018-2019 alış. Təkərləri zəifdir. Tək buferlə kaskıdır. Başqa bez detaldır, bez kaskadır. Buferin ancaq kaskı deyək də, hə? Belə bez kaskadır. Bir dənə qabaq kırıldı, kusok kraska var, burun hissəsində. Qalan çox yer, hamısı bütün şeydir, bez kraskadır, aparaturasıdır, monoblokudur, hər şey var. Başqa heç nə, hazır maşında otur sürdü, bir dənə qabaq kırılığın burnunda kusok kraskası var. Bez kraska maşında, aparaturası da hər şey var, hazır maşın. Bunun da ki, elə bir 8 yarıma deyirik. Taksiyə düşürədir. Taksiyə düşür 18-19 alışdı qardaş. 2028-ə qədər də 17 verilir də səhv eləmirəmsə şey buraxılış. Ona görə düşür taksi. Hələ vaxtına bax. 2016-dan düşür maşınlar. 2016-nın 16-dan ayından bu yana düşür. Burası rəngi bozdur. Rəngi bozdu, bolta düşmür də. Yan qodu zaddır, bunlar hamısına düşür bunlar. Çox. Əlaqə nömrəsi 77 723 30 8000-də qiymət deyilir. 8300. 8300. Aşağı olacaq da. Olar. Dostlar, sizə çox ideal vəziyyətdə bir Hyundai Sonata göstərim. Bəyəndim mən bu maşını. Birinci onunla başlayaq ki, dəri salondur.
və panorama lükdür. Avtomobilə çox gözəl vid verir. Yürüyüşü isə soruşaraq indi. Belə dəri salondur, baxa bilərsiniz vəziyyətinə. Yürüyüşün səri. Yürüyüş. Probek. 152 mi? 152 min. 152 min kilometr. Altında 4 tane təzə təkərləri var. Sizin qızdıranma qədər hər şey var avtomobilin. Mesela ili 2015'te. Aha. Motor 2 turbo. 280 at gücü. Motorunda problem var. Karobka, motor. Yağ yemək yoxdur ki. Dəyişiklik olub? Yox, olub. Çox ideal bir maşındır dostlar. Tam ideal vəziyyətdədir. Bezetaldı, bez kaskaddır, hə? Bez kaska deyil. Kapotun bunda kaska var, qabaq burada da kaska var. Bir dənə əlaqə nömrəsində deyərik zəhmət olursa. 50 536 0099. 0099. Maşın qiyməti 23 min. 23 min maşının qiyməti deyilir. Aşağı yerdə olacaq. Dostlar, sizə növbəti bir Toyota Prius göstərmək istəyirəm. Buna da baxaq. Salonun sərgiyə vəziyyətdədir. Neçənci ildir? 2008. 2008. Qiymət? 2008-ci ildir. 12'ye deyirsiniz, hə? 12 min. Dəyişini sağ olub? Yox. Taksi sürür. Vegetal maşındır. Altına 4 dənə təzə təşələri var. 1.5 hibrit. Ev düşsün sonra suya. Motorda yağ azaltma var. Batareykalar falan necə? Hər bir şey qaydasında. JBL kankadır. Neçə düymə? 4 düymə. 4 düymədir. Qiyməti 12 mindir. Aşağı olacaq. Sondur. Qiyməti 12 min sondur. Əlaqə nömrəsi 070 241 66 76. 66 76. Dostlar, sizə növbəti bir Toyota Prius'u göstərim. Salonu bu vəziyyətdədir. Çexol üzlənib. 2008-ci ildir. 4 düymədir. Evo ayaqaltı falan. Çexol üzlənib. Bu vəziyyətdədir. Asası daxil olma var. Altına 4 dənə təzə təkərlər var. Kimi səkkiz sonra? Bezetal bez problem maşındır. 11.800'e değil. Motor yağı yer.
Yox. Bateryası necə? Təzədir, dəyişir. Təzə. Aha. Motorunda, karburatöründə heç problem yox. Yox, bez problem var. O sür maşınıdır. Əlaqə nömrəsi Əlaqə nömrəsini deyirəm. 050 345 5901. Maşın qiyməti 11800. 11800. Aşağı olacaq. Aşağıda olacaq. Dostlar, sizə növbəti bir Prius təqdim etmək istəyirəm. Bu vəziyyətdə salonu dəri salondur, lüku da var, işləkdir. Belə bir Android monitoru var. Görüşün səri. Yürüyüşü 300 nə qədər oradan? 390 deyəsən. Bu da bax. Ne yazıb? 261 min. Hə. Neçənci ildir? 11. 2011-ci ilin Prius'u. Məlumatı verəsiniz. Məlumatı verəsiniz. 2011-ci il 16 yarıma deyirəm. Aşağı yazılacaq. Dəyişin tavuk. Dəyişən kapotdur, bir də deyəsən çikri. Kapot 2 kredit. Amma şeydir, maşınla hava edir. Başka ne fark var motorda? Heç bir problem yoxdur. Heç Motorla istənilən ayağa ustada qalxır. yoxlana bilər. Hə? Motorlu yağ azaltma. Yox, heç nə. 0-20 ilə dəyişir. Motorda təzə dəyişir. Altında 4 tane tekerleri var. Luku da var, işləkdir. Hər şeyi qeyd eləyərsən nömrəsi verilmir. Nömrə üstünə verilir. Əlaqə nömrəsi gəlsən oturmasa. 051 692 49 40. Bateryası falan necədir? Hamısı sazdır. Sazdır. Aha. Bir də Avtop kanal izləyiciləri sizə növbəti bir avtomobil göstərdim. Toyota Corolla Android monitoruna qədər. Yürüyüşün səri? Yürüyüş. 347 mində yürüyüşdür. Salonu, sərgiyə vəzləri, söküyü falan yoxdur. Çox sərgəli salonlandı. Altına 4 dənə təzə təkəri var. Bez detaldı 2006-cı ildir. 2006 idi. Bəli, bəli. Dəyişən detal olmuyor. Bez detal avtomobildir. Altında 4 dənə təzə təkərləri var. Bu isə avtomobilin opsiya görünüşü, salonu. Salonda söküyü falan yoxdur. Çürüpası yoxdur da. Xeyr, xeyr. Yəni altın idealdır, super. Arxa görüntü kamerası da var. Başqa nə var, nə yox, danışın. Başqa yəni idealdır, ideal maşındır. Yəni alan təbii ki, yoxlaşdıracaqdır. Maşın sürf maşındır, bir qəpsiz, O da sürf hədsiz. Bəli, bəli. Motor yağ yemiş ki. Xeyr, Neçə motordur? 1.4 motordur. 1.4 Yəni dizel motordur bu, yəni benzin Dizel. səsi gəlir, bəli. Benzin səsi gəlir. Maşının səsi çıxır belə. Burada yüngü var, kosmetik işi var. O da düzələn şeydir. 150-200 manatlıq xərci var. Belə də klassik yüngülü var. Maşının qiymət neçədir? Qiyməti 12.7 deyirəm, alan olsa razılaşarıq. 12700 avtomobilin qiyməti deyilir. Sonda aşağıda olacaq. Əlaqə nömrəsi 051 244 2042. 2042. Məsələn sizə Hyundai Elantra Sport göstərim. 169.000 kilometrdir, yürüşdür. Avtomat sürətlər qutusudur, Android monitorudur. Salonu isə bu vəziyyətdədir. Çexol üzlənib. Maşın haqqında danışasız bir dənə ətrafı. Açarsız daxil olma var. Stasyon knopkadır. Avtomatdır.
Avtomatdır. Aha. Sənə verir, monitordur. Kondisioner işləyir, monitoru var. Hər şey işləyir, maşında işləməyən bir şey yox. Altında 4 dənə təkçələr. Aha. Yarası güzgülər. 1.6 dizel. 1.6 dizel. Aha, başqa? Nə var hamısı nasıl? Dəyişin neçə olub? Yox. Burada yox. Orada olubsa olub, burada yox. Aha. Maşının qiyməti neçə deyirsiniz? 21 min. Aşağıya olacaq. Danışaq. Əlaqə nömrəsini deyərsən oturursun. 50 21 min qiyməti deyil. 050 365 85 35. 85 35. 21 min qiyməti deyilir. Son deyil aşağıda olacaq. Əlaqə nömrəsi də deyildi dostlar. Zəng edib ətraflı əlaqə saxlaya bilərsiniz. Dostlar sizə növbəti bir Prius'u göstəreyim. 30 kuza. Salonu, parça salonunda sərgiyə vəziyyətdədir. Yürüşü isə 330 min. 330 min yürüşdür. Altında 4 dənə təzə təkələri var. Bunu məlumatlarını verərik. Məlumatlarını. 2010-cu il Prius'udur. 1.8. Motor yemək satıyız, yağ yemək satıyız, nə yoxdur, əla vəziyyətdədir, qiymətdə 14 yağ. Qiymət də 14 yarım. Aşağı olacaq. Bateriyası falan necədir? Hər şey qaydadır. Hər şey qaydasındadır. ABS falan. Hər bir şey, hər bir şey. Neçə düymədir? Ha, düymə yoxdur bunlarda. Yox. Ha, şey. JB kalınkadır da. JB kalın. Əlaqə nömrəsi? Elə həmən nömrədir. Bu ayrıcıdır. Bəli. 512 0027. 512 0027. Numara ilə. Bəli. Sizə belə bir əfsanə BMW Y39 göstəreyim. Belə F10 sürət başlığı var. Android monitorudur. Dəri salondur. Kərpiz rəngində. Qardaşım. Yox, qardaşım. Yürüyüş neçədir? Yürüyüş. 304 min. Altında 4 dənə təzə təkərləri var. Qatlanan güzgülər. Nömrə üstündə verilir. Nömrə üstündə verilir. Nömrə üstündə hədiyyə. Gözdə yığıram səni. Üzürsən, il neçədir? 1-2-3 tane. 2003. Motor 2-5 köşədən. 2.5 qoşalar, canavar. Maşın nə var nədir? Dəyişin olur. Dəyişin olur. Maşın hədiyyədir. Arxa görüntü kamerası da var. Maşın tam M paketə yığılıb. Qiyməti necə deyilir? 13,5 deyilir. Aşağı olacaq. Aşağı orada olacaq.
Deyirsiniz niyə belə baha? Çünki maşın tam icar vəziyyətdədir. Leş Y39-a ağlınız getməsin. Əlaqə nömrəsi 05 474 64 63. maşına da baxın belə. Hayır. Zəngin, yetəniyin, harada siz baxın maşın. Dostlar sizə 2002-ci ilin belə bir X5-ini göstərim. 2002-ci ildir, 3 motordur. Salonu, parça salondur, çixolluzlənib, lüku var, işləkdir. Android monitoruna gedər, avtomat sürətlə qutusudur, yürüyüşü... Aparaturasına gedər, hər şey var avtomobilin. Altında 4 tane təzə təkərləri var. Məlumatı verərsin bir dənə. 3 motordur. Tabii sonra altımızda basovkasına gedər var. Aparaturası da var da. Ha. Ha. Telefonu şad elətsə. Mənə bir şey gəlmir. Məlumatı verərsin. Dolu maşın bir söz var. Dolu aparaturasında kim var? Her bir şey var. Dolu maşındır. 3 motor ideal vəziyyətdə. Motoru yaxımı ki. Motor yerində. Yenisi ilə alacaq. Əlaqə nömrəsini deyirsiniz. 051 711 Nömrəsi 15. 15 min. Barçada olunur da, düzdür? Ha. Hansı maşın alınır? Kia, Hyundai, Ford. Kia, Hyundai, Ford. Qiyməti neçə idi? 15. 15 min. Aşağıya olacaq. Olacaq. Aşağıya da olacaq. Dostlar sizə Çangan göstərim. Çangan Eada Plus 2021-ci ildir. 1.4 turbo. Qırmızı rəngdə belə bir salonudur. Panoramik lükdür. Yürüyüşü isə yürüyüşünə baxın. Açar yanında yoxdur. Yürüyüşü isədir. Yürüyüş. 74.000 orijinal yürüyüşdür. Avtomobilin görünüşüdür. Çox gözəl görünüşü var avtomobilin. Kimsə oraya Ne var daha? 74 bin probaya gidiyor. Servis salonu özündədir. Konmusu. Her bir şey. 360 da var. Bəli, hər bir şey var. Gələn aprelinə Bu da qədər servisə fazla qarantiya. bitdi. Yox, 1.4 turbo motor. 1.4 turbo motor. Gələn aprelinə qədər servisə qarantiya. Qiyməti Sonu 20 bin manat. 20 min manat son. Eada Plus 20 min manat. Əlaqə nömrəsi 070 592 99 95. 99 95.